Gününüz xeyirli olsun dəyərli izləyicilər. İran Amerika üzərində qələbə çaldığını elan edib. Amerika isə bunun əksini Trump açıqlama verib ki, ABŞ tam və qəti qələbə qazanıb. Şərhlərdə siz də yazın. İranın Ali Milli Təhlükəsizlik Şurası Vaşinqtonun Tehranın sülh planını qəbul etdiyini açıqlayaraq ABŞ-la müharibədə qalib gəldiklərini elan edib. Bu barədə rəsmi açıqlamada deyilir. Deyilib ki, düşmən sarsıdıcı məğlubiyyətə uğradı. İran böyük bir qələbə qazandı və cinayətkar Amerikaya 10 maddəlik planını qəbul etdirməyə məcbur elədi. Bəyanata görə Amerika tərəfi Tehranın Hörmüz boğazı üzərində nəzarətini qorumağa, uranın zənginləşdirilməsinə müdaxilə etməməyə və bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etməyə söz verib. İran Təhlükəsizlik Şurası Tehranın bölgədəki Amerika qüvvələrini, Vaşinqtonun infrastrukturunu və hərbi paytaxtını darmadağın etdiyini deyir. İranla 2 həftəlik atəşkəs razılaşması əldə etdikdən sonra ABŞ tam və qəti qələbə qazanıb. Bunu isə ABŞ prezidenti Donald Trump AFP-yə açıqlamasında bildirib, deyib ki, tam və qəti qələbə 100% və bu barədə heç bir şübhə yoxdur. ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. Bunu görməli olacaqsınız deyib. Onun sözlərinə görə İranın zənginləşdirilmiş uran məsələsi həll ediləcək. İranı 2 həftəlik atəşkəs razılaşması üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram. Statın sonu.